Çoxdan çəkmək istədiyimiz bir video. Qarşımda Razer firmasının Smart Cooling Pad'i var, soyucu sistemi və Acer Predator Helios 18. Notebooku qoşacağıq, maksimum gücə salacağıq, temperaturunu qaldıracağıq. Ondan sonra cooling pad'i işə salıb, onun temperaturunu nə dərəcədə aşağı saldığını bir yerdə görəcəyik. Notebook soyucusuna 300 manat verməyə dəyərmi? Bu sualın cavabını axtarırıq Vova-la birlikdə. Komplektində deməli bu cooling pad'in müxtəlif ölçülü notebookları pad'in üzərində rahat istifadə edə bilmək üçün əlavələri də var. Pad'i işə salanda fantastik bir effekt görəcəksiniz. Bunu birazdan siz də şahid olacaqsınız. Bu səs təbii ki, notebook pad'in üzərində olanda o dərəcədə də narahat edici deyil. Sonradan pad'in özünün rəsmi proqram təminatında yüklədik. Birazdan Vova hazırlaşır Valorant oynamağa. Çünki notebooku maksimum qızdırmalıyıq. Vova iş başındadır. Notebooku haradasa 95 dərəcəyə, 94 dərəcəyə kimi qaldırdıq. Ondan sonra nəticəni siz özünüz izləyin, baxın ki 95 dərəcədən cooling onu hansı dərəcəyə saldı. Burada 94 dərəcə idi, coolingi işə salandan sonra maksimal rejimdə 49 dərəcəyə düşdü. Necə düşünürsünüz? 299 manat verməyə dəyər yoxsa yox?